Bu həmin gündür ki, Allahın elçisi, Allahın peyğəmbəri məşhur Şəbaniyə xütbəsini bu gün elədi, minbərə çıxdı və Şəbaniyə xütbəsi kimi məşhur olan xütbəsini söylədi. Şəbaniyə xütbəsi adı Şəbaniyə olsa da mübarək Ramazan ayına həsr olunmuş bir xütbədir. Mən bu xütbəni bugün sizə oxumayacağım, bir-iki cümlə təvərrük üçün oxuyub, keçən həftə dediyim bir məsələyə yenə də işarə eləmək istəyirəm. Peyğəmbər minbərə çıxdı, buyurdu ki, ya eyyuhənnas, ənəhu qəd əqbələ iləykum şəhrullah. Buyurdu ki, insanlar, Allahın ayı sizə tərəf gəlir. Allah ayı sizə tərəf gəlir, bil-bərəkəti və-rəhməti vəl-məğfirə. Özü ilə bərəkət, rəhmət və məğfirət, bağışlanma gətirir. Bu sözün özü çox mənalı bir sözdür. Keçən dəfə də dedim. Yəni, kəşf biləsiz ki, sizə tərəf gələn nədir? Bu belə bir şey deyil ki, günlər dəyişir, təqvim ayıdır, yanvardan sonra fevral gəlir, fevraldan sonra mart gəlir. Bu da bir aydır da gəlir Ramazan ayı. Oruç tutacaq. Oruç tutacaq da həmişəki kimi. Belə deyil. Ramazan ayının gəlişi Peyğəmbərin nəzərində böyük bir hadisədir, mühüm bir hadisədir. Ya eyyuhənnas, Peyğəmbər müraciət edir, ey insanlar, qəd əqbələ iləykum şəhrullah, Allah ayı sizə tərəf gəlir. Allahın xüsusi ay gəlir sizə tərəf. Siz bir müddətlik, bir ay müddətinə, bunu mən özüm Allaha and olsun ki, hiss eləmişdim. Özüm həmişə öz-özümə düşünürdüm bu məsələni. Hiss eləmişdim. Yəqin siz də hiss eləmişsiniz, böyük bir şey hiss eləməmişəm. Amma bir alimlərdən birindən də sonra eşitdim, dedim ki, doğrudan da necə dəqiq sözdür. Dedi ki, Ramazan ayı dünyada bir behişdən bir qithədir, bir hissədir. Dünyadaykən cənnətə daxil olur insan. Yəni, həm dünyada da, həm də elə bir dünyadan ayrılıb başqa yerdə yaşayır bu bir ayı. Bu həqiqətən belədir. Ramazan ayı orucluq ayı deyil, bir daha deyirəm. Ramazan ayı orucluq ayı deyil. Oruc Ramazanın əmridir, bəli. Amma orucluqdan əlavə Ramazan ayının daxil olması özü bizi buradan qopardır, maddi dünyadan başqa bir fəzaya aparır. Sanki dünyadaykən, sanki yox, sözün birbaşa mənasında. Dünyadaykən cənnətdə yaşayırıq. Kiminsə bərk yuxusu gəlir deyəsən. Bərk yuxusu gəlir. Muhammed Ali Muhammedə salavat deyək. Mənim səsimdə var da dillər danışanda yatmaq istəyir. Allah ayı, Allahın cənnətinə insan daxil olur bu bir ay ərzində. Ondan sonra buyurur ki, şəhrun indəllah əfzəlüş-şuhur. Buyurur ki, bu elə bir aydır ki, Allah yanında ayların ən üstünüdür. Görün necə, belə şövqlə Peyğəmbər danışır bu ay haqqında. Adam eşitdikcə hər dəfə bu xütbəni oxuyanda vəsvəsə olaram ki, hamısını danışım, sonra görəm vaxt azdır, elə ona görə bir neçəsinin cümləsini sadəcə deyirəm. Şəhrun indəllah əfzəlüş-şuhur. Bu ay Allah yanında ən üstün aydır. Və əyyamuhu əfzəlül əyyam. Günləri günlərin ən üstünüdür. Və ləyalihi əfzəlül ləyali. Gecələri gecələrin üstünüdür. Və saatuhu əfzəlül saat. Saatları, belə təfərrüatı ilə deyir, ən fəzilətli saatlardır. Şəhrun ən gözəl sözüdür, zirvəsidir bu xütbənin. Şəhrun du'itun fihi ila ziyafətillah. Bu elə bir aydır ki, bu ayda Allah ziyafətinə dəvət olunmusunuz. Allah qonaqlığına çağırılmışsınız. Siz dünyada deyilsiniz, Allahın yanındasınız, başqa fəzadasınız. Və cuiltum fihi min əhli kəramətillah. Allahın kəramət əhlindən olmuşsunuz. Allah yanında hörmətli olmuşsunuz bu ayda. Ənfasukum fihi təsbih. Nəfəsləriniz bu ayda təsbihdir. Və nəvmukum fihi ibadə. Yuxunuz bu ayda ibadətdir. Və əməlukum fihi məqbul. Əməlləriniz bu ayda qəbuldur.
Başqa ayda əməli qəbul elətdirmək nə qədər zəhmətdirsə, Peyğəmbər zəmanət verir, əməlləriniz bu ayda qəbuldur. Və duaukum fihi müstəcab, dualarınız bu ayda müstəcəbdir, dualarınız qəbul olunur. Keçən dəfə dedim, bu xutbəni daha oxumuram. Peyğəmbər nə qədər danışdı bu ayın fəzilətlərindən, o mərifət çeşməsi olan Həzrət Əmir ayağa durur və Həzrət Peyğəmbərə ki, onun ustadıdır, insaniyyətin, bəşəriyyətin ustadıdır, ondan sual soruşur, özünə layiq sual. Himməti yüksək olan adam həmişə ən böyük şeyin dalıyca gedir. Ya Resulallah, bu qədər ki, siz danışdınız, bu ayın fəzilətlərindən başa düşdüm. Amma Əli böyük adamdır, sualı da böyüdür. Ma əfzəlul əmal fi hazə şəhr. Bu ayın ən üstün əməli nədir bəs? Mənə ən üstününü göstər, onun dalınca gedim. Peyğəmbər buyurdu ki, əfzəlul əmal fi hazə şəhr əl-vəra' an məharimillah. Bu ayın ən üstün əməli Allahın haramlarından çəkinməkdir, vəra' xüsusiyyətinə sahib olmaqdır. Vəra' xüsusiyyətinə sahib olmaqdır. Bu ayın ləzzəti bundadır, bax. Bu ayın ləzzəti bundadır ki, həddlər qoyasan özünə. Hədd qoymaq bilirsiniz nə qədər ləzzətlidir. İnsan aşiqdir, özünə yox deməyin aşiqidir. İnsanlığını onda hiss eləyir ki, istəyir eləmir. İnsanlığını onda hiss eləyir. Təqva, orucun fəlsəfəsi budur, orucun zəxirəsi budur. Ya eyyuhəl-ləzīnə āmenū, kutibə aleykumus siyam, kəmə kutibə aləl-ləzīnə min qablikum ləalləkum təttəqun. Ey iman gətirənlər, oruc sizə vacib edildi, sizdən əvvəlkilərə vacib edildiyi kimi, bəlkə təqvalılardan, pəhrizkarlardan olasınız. Oruc yəni pəhriz, pəhriz yeməkdən pəhriz yox, yəni günahdan çəkinmək, xoşa gəlməz əməllərdən çəkinmək. Təqvanı belə məna ediblər, belə izah ediblər ki, bir qaranlıq gecədə, tikanlı, kollu səhrada insan yol gedir, necə diqqətlə yol gedər, ətəyini yığar, ayaqlarını elə atar ki, tikan batmasın, tikan ona ziyan toxundurmasın. Təqva bax budur, diqqətlə yaşamaq, diqqətlə. Həyatın hər anında diqqətli olmaq. Həcdə hacılar görüb, ən şirin məqamlar nə zamandır? Həcdə ehram bağlayanda. Qəribə bir hal gəlir, ehramla insan diqqətli olmağa başlayır və sevinir, hamı sevincəkdir. Ehram bağlayanda həccin şadlığı gəlir insana, sevinci gəlir insana. Ehramı geyinir əyninə, diqqətli ki, güzgüyə baxmaq olmaz, ətir gəlməsin, burnu tutmaq olmaz pis qoxudan, nə bilim, Allaha cidal, mübahisədə Allaha and içmək olmaz. Hey, diqqətlə yaşayır, əslində bu rəmzi mənada bunu göstərir ki, belə yaşa həyatı. Təkcə bu paltarda yox. Ehramda hiss elə özünü, ömrün boyu. Ki, nəsə xüsusi bir belə deyək, diqqət halında yaşayasan. Təqva yəni diqqət və üstünlüyün də meyarı budur. İnsanın üstünlüyü bundan ölçülür. Nə dərisi ilə, nə ictimai mövqeyi ilə, nə qadınlığı ilə, nə kişiliyi ilə. İnnə əkrəməkum indəllah ətqakum. Allah yanında üstünləriniz, dəyərliləriniz, təqvalılarınızdır. Daha çox pəhrizkar olanlardır. Bilirsiniz, insan şəxsiyyəti özünü harada göstərir mübarizə məqamında. Bütün şəxsi keyfiyyətlərimiz orada üzə çıxır. Belə adi halda bilinmir. Təqva insan şəxsiyyətinin ölçüsüdür, meyarıdır. Ramazan ayı haqqında isə Peyğəmbər buyurur, əl-vəra'. Vəra' nədir? Vəra' yəni günah ehtimal olunan şeyə tərəf getməmək. Yəni, məsələn, biri sözü başlayır. Bilirsən ki, söz qeybətə gedir. Demirəm, kobud ağzından vurasan ki, danışma, qeybət eləmə, yox. Bir alim deyir ki, qeybət eləmə deyə bilmirəm adamlara, çünki möminə qeybət nisbəti vermək də istəmirəm. Mömin qeybət eləmə, yəni eləyirsən də, bu qədər də. Sözü elə dəyiş, elə yayın ki, gedib ora çıxmasın. Vəra' budur ki, ehtimal verirsən ki, gedəcək günaha tərəf, ehtimal verirsən günaha tərəf gedəcək, ya söhbət, ya harasa gedirsən, günah olma ehtimalı var, oradan çəkin, yolun əvvəlindən çəkin. Vəra' budur. Vərəhin mənası budur. İnsanın dindən, həyatdan, Qurandan, hər şeydən fayda almağı təqvasına bağlıdır. Nə qədər çox təqvalısan, bir o qədər çox faydalanırsan. Yaşayışından, öz potensialından, Allahın kitabından, Allahın dinindən. Quran-ı Kərimdə bir ayə var, 2 ayə.
Onu hərə bir cür təfsir eləyib. Quran haqqındadır bu ayə, deyir ki, Hudən linnas. Hudən linnas. Quran insanlar üçün hidayət kitabıdır. Başqa yerdə buyurur ki, Hudən lil muttəqin. Quran təqvalılar üçün hidayət kitabıdır. Keçmişdə deyiblər ki, bir ümumi hidayət var, bir xüsusi hidayət var. Ən gözəl təfsirlərdən birini Əllamə Cavad Amili deyib. Deyir ki, elə bu eyni sözdür. Kitab, bu kitab insanlar üçün hidayət kitabıdır və təqvalılar üçün. Yəni, insan deyiləndə təqvalı nəzərdə tutulur. Müttəqi olmayan, təqvası olmayan, çərçivə tanımayan, özünə yox deməyənin harası insandır? Bu başqa canlılardan nə fərqi var? Deyib, bu kitab elə özünə yox deməyi bacaranları hidayət edir. Elə insan yəni bu. İnsan və müttəqi elə sinonimdir. Fərqli ifadə olunub sadəcə. Doğrudan da dəqiq təfsirdir bu. İnsanın insanlığı bundadır. Və insan nə qədər özü ilə mübarizə aparırsa, bir o qədər kitabdan, Ramazan ayından, hər şeydən, özündən, həyatından bəhrəsi daha çox olur. Ramazan ayı bitəndə kim daha çox özünə yox dedisə, o daha çox faydalanacaq. O daha çox faydalanacaq. İnsanın elmindən aldığı fayda təqvası ilandır. Çox kitab oxumaqla adam alim olmur. Kitab oxuyub təqvaya riayət eləməklə az elmdən çox fayda götürür insan. Bərəkətli olur. Elm özü üstünlük meyarında həl yəstavillezine ya'lemun vellezine la ya'lemun, bilənlərlə bilməyənlər eynidirmi? Elm üstünlük meyarıdır. Amma elm təklikdə dəyər deyil. Elmin yanında təqva olmasa elmi aparat oyana. Elmi aparat oyana. Təqvasız alimin dinə vurduğu ziyanı heç kəs vurmayıb. Təqvasız alim Allah yolunun səddidir. Allah Davud Peyğəmbərə vəhy nazil eləyir, sözümü çox uzatmayacağım. 5 dəqiqəyə inşallah bitirirəm. Buyurur ki, ya Davud, la təc'al beyni və beynə ibadi alimən məftunən bid-dünya. Buyurur ki, ey Davud, mənimlə bəndələrimin arasında dünyapərəst alim qərar vermə. Mənimlə bəndələrimin arasında dünyapərəst, təqvasız alim qərar vermə ki, yolun səddinə çevrilir, yolun daşına çevrilir, sədd yaradır yolun qarşısında. İmam Sadiq əleyhissalam buyurur ki, Ulaikə əzərru alə zuafai şiatina min ceyşi Yezid ibn Muaviyyə. Buyurur ki, təqvasız adam, alimin, bizim Əhl-i Beytin tərəfdarlarına, zəif tərəfdarlarına vurduğu ziyan Yezid ibn Muaviyyənin qoşununun vurduğu ziyandan artıqdır. Yeziddən çox ziyan vurur təqvasız alimlər. Ona görə elmi olub, təqvası olmayan insan Quranda buyurur ki, əzəlləhullah alə ilmin. Bəzilərini elm azdırır. Elm azdırır. Bu Cümə surəsində ki, yazılıb arxada da görürsünüz, elmsiz alimi nə şəkildə ifadə eləyir? Kəməsəlil himar yəhmilu əsfara. Kitabla yüklənmiş uzun qulaq kimidir. Uzun qulağa kitab yükləsən, fayda götürər ondan. Təqvasız alim belədir. Uzun qulağın elə bil çiyninə kitab yükləmirsən. Bu təhqir deyil. Bəzilədi Quranda Allah təhqir deyil bu. Bu, onun həqiqətini başa salır. Olanını deyir. Bu kimisə təhqir etmək deyil. Onu bəyan edir ki, kitabla yüklənmiş uzun qulaq necə kitabdan fayda götürmür. Onun da misalı eynilə elə misaldır. Həmən misaldır. Amma təqvalı alim xalqın içində hidayət çırağıdır. Vücudu başdan ayağa bərəkətdir. Dünən axşam bir alimin həyatından oxudum. Ürəyim istədi elə bugün bunu sizə danışım burada. Təqvalı alimdir. Onun barəsində əvvəllər də oxumuşdum, amma bu heç hadisələri görməmişdim. Bir şəxs vasitə oldu ki, onu mən gördüm, oxudum. Hacı Şeyx Qulam Rıza Fəqih Yəzdi adında alimdir. Deyir ki, bunu sadəcə bir, necə deyim sizə, bir təşviq üçün bu hadisələr, alimlərin həyatından bəzən danışanda insanda təsir göstərir, onun üçün sizə danışıram. Deyir, 3 dəfə evini satdı, 3 dəfə. Bütün evin pulunu fəqirlərə payladı. 3 dəfə necə oldu? Bir dəfə satdı, payladı, zəngin adamlardan biri
Yenidən aldı, verdi ona. Yenə satdı, payladı. Yenə üçüncü dəfəsində deyir, evini oğlunun adına aldılar. Da sata bilməsin. Ki, bir təhər də qabağını alsınlar, sata bilməsin. Baxırsan, görürsən ki, təqva nəticəsində Allah üçün xalqa xidmət etməkdə ad çıxardıb. Əlinə gələn vücuhat, xums, zəkat ki, özünün də haqqı var da, ruhaninin xumsdan haqqı var. Amma bir manat özünə xərcləməzdi. Bir manat da, bir qəpiyi də özünə xərcləməzdi. Gedərdi xütbələrə, çıxış eləyərdi də, moizə eləyərdi. Moizə eləyənlərə də bəzən görürsən, bəzi yerlərdə, bizdən uzaq, bəzi yerlərdə konvertdə görürsən, pul verirlər. Məsələn, 10 gün minbərə gedir Məhərrəm ayında, bir ay Ramazan ayında müəyyən məbləğ cəmaat yardım göstərir. Ümumilikdə mən bunu rahat deyə bilirəm, çünki mən heç vaxt minbərə gedib kimdənsə nəsə almamışam. Ümumilikdə yaxşı bir adətdir, çünki ruhani xalqın vasitəsilə güzaranı təmin olunsa, xalqın da sözünü deyər. Bu çox önəmli bir məsələdir. Ona görə də Allah xalqın boynuna vəzifə qoyub ki, onun yolunda hidayət işi ilə məşğul olan insanlara kömək eləsin. Buna da deyir, məsələn, bir ay danışıb, konvertdə pul veriblər, açmamış deyir, baxmamış nə var, biri gəlib nəsə istəyərmiş, verərmiş ona. Bəlkə çox böyük məbləğdir. Hətta bir dəfə olub ki, biri ona pul verib, yəqin ki, çox pul olub. Deyir, elə onun yanında biri gəldi məsciddə, kömək istədi, ona verəndə, o verən dedi ki, heç olmasa bir asbax nə var içində, dedi ki, nə vermisənsə Allah yazıb. Allah qeyd edib, narahat olma. Mənə də lazım deyil. Nə vermirsən, Allah üçün vermirsən. Yəni, ola bilər ki, böyük bir məbləğdə olsa, belə bir şəkildə idi, həyatı belə idi. Deyirlər ki, müharibə zamanı idi, şəhərdə yaşayan yahudilərə, zərdüş dinində olanlara kömək edirdi. O öləndə deyir, matəmə qərq olmuşdular. Başqa dindən olan insanlar. O dünyasını dəyişəndə belə idi. Bunun üçün danışdım ki, bir gün deyir, 7 gün şəhərdə yağış yağır, su yuyur aparır evləri, bərbad vəziyyətdə, o vaxt evlər vəziyyətdə olub, deyir, cəmaat qalıb küçələrdə, fəsadlar törədib, bu sel gəlib filan, deyir, gecə gördük, çıxdı küçəyə, deyir, əmmaməsini də başından çıxartdı, əlinə deyir, Allahın dərgahına qaldırdı, deyir, ilahi, bu şəhərdə cəmaat ticarətlə, ibadətlə, sənə itayətlə məşğuldur. Bu şəhərdə günahkar görmürəm, yoxdur. Bu şəhərdə bir günahkar var ki, o da Qulam Rızadır, yəni mənəm. Mənim günahıma görə cəza verirsənsə, məni bağışla. Məni bağışla ki, mənə görə bu cəmaat əziyyət çəkməsin. Deyir, dua eləmişdi ki, bir qısa müddət sonra yağış kəsdi. Duanın mənası bu deyil ki, doğrudan da elə günahkar buymuş buna görə. Yəni, bir təqvalı alim ki, şəhərdə insanlara xidmət eləyir və cəmaata bu qədər hüsnü zənnlə yanaşır ki, bu şəhərdə günahkar yoxdur. Hamı ibadətdə, itayətdə, günah eləmişəmsə, mən eləmişəm, Allahın duasından xoşu gəlir, bir şəhərə nicat verir. Başqa alim deyir ki, bu şəhərdə bənnalıqdan, hamballıqdan tutmuş, müştəhidliyəcən eləyirdi. O deyir ki, ömrümün sonuna bir saat da qalsa, ömrümü insanlara xidmətdə keçirərdim. Ömrümün axır saatına qədər. Ömrümü insanlara xidmətdə keçirərdim. Təqvalı alim bax belədir. Bir ölkəyə bəzən nicat verir valla. Bir şəhərə nicat verir. İndiki şəraitdə bəli bir ölkəyə də nicat verər. Çünki faydalanma imkanları indiki zamanda çoxdur. Təqva zəxir eləyək bu ayda, mübarək Ramazan ayında. Təqvaya riayət eləyək. Təqvanın da mərtəbələri var. Təqvanın ibtidai mərhələsi günahdan çəkinməkdir. Təqvanın daha yüksək mərhələsi cəhənnəm odundan qaçmaqdır. Çünki ola bilər insan günahdan çəkinir, amma imtihan vaxtında günaha düşə bilər. Ona görə deyir, ümumi dua elə ki, mən nəinki günah eləməyim. Bəlkə bugün məsələn mən küçədə bir cavan oğlan gedir, naməhrəmə baxmır. Amma xəlvətdə olsa necə olar? Orada da günahdan çəkinə bilər, yoxsa yox məsələn. Ona görə deyirlər, qina əzabənnar. Qina, qi sözü və təqva eyni sözdür. Qina əzabənnar, yəni biz cəhənnəmdən qoru. Təqva da elə qorunmaq deməkdir. İnsan özünü qoruması, insanın
özünə diqqət eləməsi çox önəmlidir və indidən başlayaq və mübarək Ramazan ayında çox ehtiyat əhli olaq. Bir ay ehtiyat əhli olaq. Lazım olmayan sözləri danışmayaq, ehtiyatlı olaq. Şübhəli sözlər var ki, başqa aylarda bəlkə rahat danışırıqsa, bu ayda o şübhəli sözlərdən də çəkinək ki, şirin olsun bu ay, bərəkətli olsun, faydamız da artıq olsun. Sayılı günlər qalır mübarək Ramazan ayına. Allahdan istəyirəm, Allah bu ayın feyzindən bizi məhrum eləməsin inşallah.